Kanal izləyiciləri, mən Günel müəllimə. Bu gün yenə də lövhədə gördüyünüz belə bir blok sualı ilə, hansı ki birinci qrupda istifadə olunmuş bir sual tipidir, qarşınızdayım. Deməli, deyir ki 11 yerə olan sıraya təsadüfən Günel, Müjgan və Zümrüdün olduğu 11 qız əyləşir. Günel, Müjgan və Zümrüdün yanaşı oturma ehtimalını tap. Birinci uşaqlar, bu elə çətin bir ehtimal sualı deyil. Yadda saxlayaq ki, əgər burada 3 nəfər oturubsa, 3 nəfər yanaşı oturubsa, siz o Güneli, Müjganı və Zümrüdü sayacaqsınız bir nəfər kimi ilk öncə. Amma burada toplamda neçə qız əyləşib? 11 qız əyləşib, düzdürmü? Deməli, bunun ümumi hallarının, mümkün hallarının sayı 11 faktorialdır. Və indi baxın, Günel, Müjgan və Zümrüd yanaşı oturublar. Bunları bir nəfər kimi saydıq. Bəs geriyə neçə qız qaldı? Deməli, geriyə 8 dənə uşaq qaldı. 8 uşaq bu 1. Bu da bir uşaq kimi saysaq, 8 plus 1, 9 nəfərin yer dəyişməsi kimi baxıram, 9 faktorial. Amma bir təsəvvürünüzə gətirin ki, Günel, Müjgan və Zümrüd bir-birindən ayrılmır. Hər yerə üçü bir yerdə əyləşir. Amma bunlar öz aralarında yer dəyişə bilərlər. Onların yer dəyişməsi isə uşaqlar 3 faktorialdır. 11 faktorialdan 9 gedəcək, qalacaq 10, 11. Və burada isə 1, 2, 3 deməkdir bu da. Bunlar 2-yə ixtisar getsə burada qalacaq 5. 55-də nə eləyəcək bizim cavabımız? 3. Sualın cavabı olacaq 55-də 3. Bloka hazırlaşan şagirdlərimiz üçün artıq çox az bir vaxt qalır və bu vaxtda sınaqlarla ümumi qrupda dərsi təkrarlamaq istəyən abituriyentlərimiz ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayıb dərsə qoşula bilərsiniz. Dərslərimiz həm onlayn, həm də əyani şəkildə keçirilir. Əyani dərslərimiz həm Yeni Yasamalda, həm də 20 yanvar ərazisində. Onlayn dərslərimiz isə Zoom platformasında keçirilir. İzlədiyiniz üçün sağ olun. Uşaqlar, videolar həqiqətən yararlı olursa, sizə kanaldakı videoların faydası olursa, bəyənib paylaşmağı unutmayın. Sağ olun.